Qardaşlarım, insan öz qəlbini Allahın sevgisi ilə doldurarsa, Allahın sevgisi ilə məşğul edərsə, bu sevgi insanı ondan qeyrisi ilə, günahlarla məşğul olmaqdan uzaqlaşdırar. Qulun qardaşlarım, Allahın sevgisindən nəsibi, payı nə qədər çox olarsa, qul bir o qədər Allaha günah etməkdən uzaq durar. Çünki hal belədir. Günah etdikcə məhəbbət azalar. Allaha sevgi azalar. Allahı sevdikcə günahlar azalar. İkisindən biri olmalıdır. Ya sevgi günahları aparmalıdır, ya günahlar sevgini aparmalıdır. Onun üçün məhəbbət qəlbə dolduqca, orada olduqca, oturduqca, yer tutduqca günahların gedişi asanlaşır. Günahların gedişi asanlaşır. Çünki insanlar, qardaşlarım, günahlar səbəbilə sevgiləri azalır. Allah Azza və Cəllə və onun Rasuluna tabiçiliyi, əmrlərini yerinə yetirmək, haqq, iddia sevgisindən sonra olur, qardaşlarım. Qul in kuntum tuhibbunallaha. De ki, siz Allahı doğrudan da sevirsinizsə, fəttəbi'uni, mənə tabi olun. O sevgi səni itaətə aparmalıdır. Hansı sevgi səni Allaha itaətə, ibadətə, günahların tərkinə aparmırsa, yalan iddiadır. Şeytan səni alladıb. Sənə sən sevirsən, düşüncəsini verir. Düşüncəsini verir. Lakin səni yoldan azdırar. Sevən tabi olacaq, o zaman Allah da səni sevəcək və günahları bağışlayacaq. Üçüncü səbəb, qardaşlarım, Allah Azza və Cəllənin